Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər mərkəzində, quru ərazidə, nəmişli olmayan ərazidə, 1.5, 1.6 sotun içində 4 otaqlı, tam geniş, geniş otaqlı bir həyət evin satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Gördüyünüz kimi evin xarici görünüşüdür. Ev 7-8 kürsüdə inşa olunub, qoşa daşdan inşa olunub. Bu hissəsini göstərirəm. Qupquru ərazidir. Görürsünüz, bir dənə də altında nəmişlik yoxdur, toz torpaqdır. Həyətyanın sayəsində 2 maşın rahat daxil ola bilir. Gördüyünüz kimi də həyəti tam daşlardan düzülüb, draplar qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Demək ki, hörmətli izləyicilər, kombi yeri burada hazırdır. 2 dənə zirzəmiyə giriş yeri var, baxın, 2 dənə yeri var. İndi keçən evin içi ilə tanış olaq. 50-60 kvadratda haradasa həyətidir. Baxın, belə çəkirəm, diqqətlə baxın. Rahat 2 dənə maşın daxil ola bilər həyətinə. Məktəbə yaxın ərazidə yerləşir. Qəsəbə, təmiz qəsəbədir, yaxşı qəsəbədir. Bunu da nəzərinizə çatdırım. Buradan daxil oluruq evin içinə. Girən kimi geniş dəhlizdir, otaqları genişdir, ürək açandır. Baxın, belə çəkirəm. Demək, qapılardan istifadə olunub, açıq aboylardan istifadə olunub. Sağda normal bir, demək, mətbəx hissəsidir. İşıqlarca da hamısı qurlaşdırıb gördüyünüz kimi. Sağda burada bir dənə uşaq otağıdır. Uşaq otağı haradasa 12-14 kvadrat olar. Gördüyünüz kimi, hörmətli izləyicilər. Otaqlar da genişdir, ürək açandır. Solda bir geniş yataq zaldır, qonaq otaqdır. Qonaq otağı haradasa 4 metr eni, 7 metrdə uzunluğu olar. Həqiqətən otaqlar çox genişdir, ürək açandır, hörmətli izləyicilər. Sonda 2 dənə də otaqdır, genişdir otaqlar. Burada da bir dənə sanuzel hissəsidir. Yuxarılar da asma tavandan yığınıb, gördüyünüz kimi də təmiri qaydasındadır. Aksesuarlar evin qiymətinin danışığından asılıdır. Bunu da nəzərinizə çatdırım. Sağda burada bir yataq otağıdır, 15 kvadrat olar. Pəncərələrdən tam rahat evin içinə işıq düşür, gördüyünüz kimi. Otağı 3'ün 5'i hardasa olar, 15 kvadrat olar. Solda da yine bir dənə də yataq otağıdır. Gördüyünüz kimi bu hissəsi də bir yataq otağıdır. Bu da hardasa 14 kvadrat olar. 12-14 kvadrat civarında. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmla səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Sənəd bələdiyyə sənədidir. Arxivli sənəddir. Bunu da nəzərinizə çatdırım. Qiyməti 115.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.